Deməli, bugünkü mövzumuz olacaq ardıcıllıqlar bölməsi. Sualların izahına başlayaq. Məsələn, bir nömrəli suala baxaq. Bir nömrəli sualda görə ardıcıllığımız neçə artıb bizim? 3-dən 6. Deməli, 3-dən 6-nı görək necə alıbdır? 3-ün üstə mən deməli 3 gəlsəm, 3-ün üstünə 3 gəlsəm 6 eləyər. 6-nın üstünə 3 gəlsəm 9, sonra 3 gəlsəm 12, 18-in üstü 3 gəlsəm 21 və bu formada ardıcıllığımız əgər davam edirsə, yəni bu deməli ardıcıllıq pozulmursa, deməli onda sondakı deməli rəqəmin də üzərinə 21-in də üzərinə yəni 3 gələcək. 21-in də üzərinə 3 gələcək. Bu da eləyəcək 24. Yəni cavabımız D-bəndidir. Demək ki, bu ardıcıllığımız bizim 3 artıbdır. 12-nin də üstünə 3 gəlib 15, 15-in üstünə 3 gəlib 18 və 21-in də üstünə 3 gəlib eləyib 24. Bu formadan. Sonra, məsələn, 4-ə baxaq, 4 nömrəli suala baxaq. 4 nömrəli suala. 26-dan 22, baxın, bu ardıcıllıq artıq getdikcə, böyükdən kiçiyə doğru getdikcə azalıbdır. İndi görək burada nə baş verib ki, bu ardıcıllığımız azalıb. Deməli, 26-dan 22. Mən 26-dan 22 almaq üçün mən 4 çıxaram. Sonra 22-dən 18 almaq üçün yenə 4 çıxaram. Baxın, 10-dan 6 olmaq üçün 4, yenə 6-dan da 2 almaq üçün yenə 4 çıxaram. Deməli, 18-dən də mən mütləq 4 çıxmalıyam ki, burada cavab 14 eləyəcək. Yəni, mənim bu ardıcıllığım artıq pozulmasın. Çünki əgər hamısı mənfi 4 çıxılıbsa, deməli, burada da 4 çıxılmalıdır da. 3 və ya 2 hər hansısa bir rəqəm çıxa bilmərəm. Deməli, 18-dən də 4 çıxanda 18-dən 4 çıxanda eləyəcək 14. Yəni, cavabımız C bəndi. Sonra, məsələn, baxaq başqa bir sual tipinə. 5. Baxın, 5 nömrəli sual tipinə baxaq. 37-dən 30, 30-dan 24, sonra 19, 15 yenə getdikcə azalıb. İndi görək neçə azalıbdır. 37-dən deməli, mən 7 çıxsam 30 alınar. 30-dan mən 24 çıxmaq üçün mütləq 6 çıxmalıyam. 24-dən 19 almaq üçün mən 5 çıxmalıyam. Sonra 19-dan 5 almaq üçün 15 almaq üçün mən 4 çıxmalıyam. Baxın, 10-dan 9 almaq üçün 1 çıxmalıyam. Baxın, bu 7, 6, 5, 4, 3, 14-dən deməli 3 olsa, artıq burada 3 olsa, sonra burada 2 olmalıdır. 15-dən 3 çıxanda 12, baxın 12-dən də 2 çıxanda həqiqətən də 10 alınır. Deməli, 7, 6, 5, 4, 3, 2, 1. Bu formada ardıcıllığımız davam edir. Əgər sistemimiz pozulmursa, ardıcıllıq pozulmursa, demək ki, doğrudur. 15-dən də 3 çıxanda eləyəcək 12. Cavabımız yəni B bəndi. Baxın, ardıcıllıqda belədir ki, yəni qaydamız bu formada olur ki, həmişə, yəni biz neçə artırsa, ədədimiz neçə artırsa, o ardıcıllıq pozulmamalıdır. Əgər pozulursa, demək ki, düzgün yanaşma deyil, artıq biz fərqli yanaşma tapmalıyıq. Sonra, məsəl üçün, burada 4 azalıb, demək ki, hamısı da 4 azalmalıdır. Eyni qayda axıra qədər davam etməlidir. Burada da, məsələn, 7, 6, 5, 4, 3, 2 bu formada davam edib. Yəni, 7-dən başlayıb artıq bir azala gedir. 7, 6, 5, 4 bu formada, baxın, yuxarı 7, 6, 5, 4, 3, 2, 1 bu formada azala gedibdir. Demək ki, ardıcıllığımız bu formada olmalıdır. Dəyişməməlidir. Sonra, məsələn, 6 nömrəli sual tipinə baxaq. Burada biraz çaşdıra bilər, çaşdırıcıdır. 3, 3, 3, sonra 3, 5. Baxın, həm artma var, həm azalma var. Həm artıb, azalıbdır. Bəs burada necə ola bilər? Baxaq. Bu formada artıb azalmalarda həmişə 1 ötürüb 1 baxın. Necə olacaq bu? Məsələn, 3, 3, 3, 3. Görürsünüz ki, baxın, buradakı 3-lər eynidir, dəyişmir. Yəni, buradakı 3-lər dəyişmir. Aha, indi buradakı 3-lərə baxaq. Dedik ki, 1 ötürüb 1 baxmalıyıq. 3-dən 4-ə, 4-dən 5-ə gəlib. Deməli, 3-ün üstə 1 gəlib 4, 4-ün üstə 1 gəlib 5. Artıq 1 artıb. Deməli, burada nə olmalıdır? Artıq 2 olmalıdır. 2, 3, 4, 5. Bu formada 1 artıb. Və bunlar da elə olduğu kimi qalıb, yəni dəyişməyibdir. Deməli, artıb azalma olanda həmişə 1 ötürüb 1 baxın ki, oradan biz həmişə nəsə əldə edə bilərik. Cavabımız yəni A bəndi. Sonra 8 nömrəli sual tipinə baxaq. Baxın, 8 nömrəli sual tipində 1-dən 3-ə 7 və 1-dən 1-ə artıq bu 127 olub.
Bəs burada necə 127 olub? Burada hökmən ki, biz nəyəsə vurmalıyıq, yəni vurma əməli var. İndi 1-dən 3-ü necə ala bilər? Biz 1-i 2-yə vursaq, üstə 1 gəlsə 3 olar. 1-i 2-yə vuranda 2, üstə gəl 1, 3 edirik. 3-ü 2-yə vuranda 6, üstə gəl 1, 7 alındı gördünüz. 7-ni 2-yə vurduq 14, üstə gəl 1, 15. 15-i 2-yə vurduq 30, üstə gəlsin 1, 31. Baxın uşaqlar, deməli bu ardıcıllıq bu formada gedirsə artıq, deməli 31-i də biz 2-yə vurmalıyıq. 2-yə vurmalıyıq, üstə gəlməliyik 1. 62, üstə gəlsin 1, bu da eləyəcək 63. Artıq biz burada 63-ü də təzədən 2-yə vurub üstə 1 gəlsə, cavab 127 eləyərmiş. Cavabımız yəni D bəndi bu formada. Məsələn, baxaq görək fərqli sual tiplərini istəyirəm eyni olmasın. 9 nömrəli sual tipinə baxaq. Burada da 4, 6, 10, 16, 20, 34, 46 bu cür davam edir. İndi görək 4 üstə mən 2 gəlsəm 6 ilə, 6 üstə 4 gəlsəm 10, 6, 8, sonra 8, 10, 24 üstə 10 gəndə 34, sonra 12 formada. Baxın, üstdəki ardıcıllığa baxın, görün neçə artıbdır. Baxın, bunu da fərqli işarə ilə göstərək. Deməli, 2, 4, 6, 8, 10, 12. Deməli, yuxarıdakı ardıcıllıqlar 2, 2 artıb. Deməli, buradakı da 2, 2, o 2, 2 artmalıdır. 2, 2 artmalıdır. Eləyəcək onda nə? Bu da eləyəcək 14. Deməli, əgər bu 14-dürsə, biz 46-nın da üstünə 14 gəlsək, nə eləyəcək? 60. Cavabımız C bəndi. Bu formada artır. Siz həmişə yuxarıdakı ardıcıllığa da fikir verməlisiniz ki, bəs bu yuxarıdakı ardıcıllıq görürsünüz 2, 2 artır da. 2, 2 artırsa növbətə gələn ardıcıllığımız nə olacaq? Eləyəcək 14 eləməlidir. Və deməli 46-nın da üstünə 14 gəlsəz eləyəcək 60. Sonra 11 nömrəli sual tipinə baxaq. Baxın, 11 nömrəli sual tipində də birdən birə görürsünüz ki, artma müşahidə olunur. Birdən birə artmalarda həmişə yadda saxlayın ki, vurma əməli var. İndi ola bilər ki, nəyisə kvadrat ola bilər, nəyisə vurub toplaya bilər, nəyisə vurub çıxa bilər. Baxın, bu formada olur. İndi birdən birə artmaq, onu dedim. İndi əgər artıb azalma müşahidə olunarsa, bəlkə sual tipində qeyd eləmişdim mən. Baxın, bu suallarda. Deməli, baxın, artma, azalma var. Artıb, azalıb. Onda nə olacaq? Bir ötürü bir baxın. Bir ötürü bir baxsa, siz nəsə əldə edə biləcəksiniz. İndi 11-ə dedik baxaraq. Baxın, birdən birə artma var. İndi nə edirik? 1, 4, 9. Deməli, 1-in kvadratı nə edir? 1, 2-in kvadratı 4, 3-ün kvadratı 9, 5-in kvadratı 25, 6-nın kvadratı 36, 7-nin də kvadratı 49. İndi 1, 2, 3, 5, 6, 7. Burada nə çatmır? 4 çatmır. 4-ün də kvadratı nə eləyəcək? 16. Yəni, cavabımız D bəndi. Baxın, belə ardıcılıqlara salırlar bir də. Sonra, məsələn, 15 nömrəli sual tipinə baxaq. 15 nömrəli sual tipində görək nə deyir bizə. Deməli, görək burada necə alınıbdır. 3-dən 6 alıb, 6-dan 12 alıbdır. İndi biz 3-ü, deməli, 3 üstünə 3 gəlsə 6 eləyir. 6 üstünə, deməli, əslində qalsa 6 gəlsək 12 eləyir əslində. 12 eləyir. 3, 6, yaxşı 6 gələk. Sonra 12 üstə 3 gəlsə 15 eləyir. 15 üstünə 6 gələndə 21, 21-in üstünə 3 gələndə 24, 24 üstünə 6 gələndə baxın 30 eləyir. Deməli, bu formada bizim ardıcıllığımız görünəcə davam elədi. Deməli, yuxarıdakı ardıcılığa siz fikir verin. Deməli, 3, 6, 3, 6, 3, 6, 3, 6. Bu formada davam edir. Deməli, 6-dan sonra bir nə gəlməlidir? 3 gəlməlidir. 30-un da üstünə 3 gələndə eləyəcək 33. Cavabımız B variantı. Sonra fərqli sual tiplərinə baxaq. Baxın, 16-da elə fərqlidir. 16-da baxın. Yenə ekran. Deməli, 16-da baxın, 5-in üzərinə biz onun rəqəmləri cəminə gəlsək, yəni 5-in rəqəmləri cəminə də 0-dır. Daha doğrusu 5-dir. Bu da eləyəcək 10.
deməli 10 eləyəcək. Sonra onun rəqəmlərinin cəmi nədir? 11 üstü 0 gələndə eləyir 1. Bu da eləyəcək 11. 11 elədi. Bir dəqiqə mən bunu təzədən yeniləyim. Deməli, harda qaldıq? 15-ci sualda. Yox, 16-cı sualda. Deməli, baxaq bir dəqiqə. Baxın, mən 15-in üzərinə onun rəqəmləri cəmi gəlsəm, yəni 5-in rəqəmləri cəmi elə 5 edir. Bu da eləyəcək cavabımız 10. Baxın, bu 10-u aldıq. Sonra mən onun üzərinə rəqəmləri cəmi gəlsəm, yəni 1 + 0 1, bu da eləyəcək 11. 11-in üzərinə rəqəmləri cəmi gəlsək 2, 1 + 1 gələndə 2 eləyir axı. Bu da eləyəcək 13. Baxın 13-ü də alırım. Sonra 13-ün üzərinə rəqəmləri cəmi gəlsək 4, 17. Deməli, bunların ədədin üzərinə bu rəqəmləri cəmi gəlibdir. Deməli, onda da biz sonda, yəni 25-in üzərinə bunun rəqəmləri cəmi nədir? 2 üstə gəlsin 5, 7 edir. 25-in də üstə 7 gələndə eləyəcək 32. Cavabımız C bəndi. Baxaq görək fərqli sual tiplərinə. 17-də də eynidir. Baxın 18-ə baxaq. 18-ci suala. Deməli 4, 8, 4-dən 8 alıb, 8-dən 5 alıb. Baxın, artıb azalma var. Dedim, artıb azalmada 1/1 baxmalıyıq. Böyle 1/1 baxmaqla olurmu? Baxın, 4-ü də nəyə vursaq 8 eləyər. 4-ü 2-yə vursaq 8, 8-dən 3 çıxsaq 5, 5-i 2-yə vursaq 10, 10-dan 3 çıxsaq 7, 7-yi 2-yə vursaq 14, 14-dən 3 çıxsaq 11. Deməli, 2-yə vurub 3 çıxıb, 2-yə vurub sonrakidən 3 çıxıb. Baxın, bunu 2-yə vurdu, bu cavabı almaq üçün 2-yə vurdu, sonraki cavabı almaq üçün 3 çıxdı. İndi 3 çıxdı, deməli mən bunu 2-yə vurmalıyam və sonraki cavabdan biz 3 çıxmalıyıq da, ona da ehtiyac yoxdur. Bizə sadəcə bunu soruşur. 11 də 2-yə vuranda cavab eləyəcək 22. Sonra, məsələn, hansı eyni tipdə suallardır? 22-ci sual tipinə baxaq. 22-yə baxaq. Deməli, 7-dən 9, 9-dan 6. 7-dən deməli 6, 1/1 baxsa, artıb azalma var. Artıb azalma var. 7-dən 1 çıxıb 6, 6-dan 1 çıxıb 5, 5-dən 1 çıxıb 4. Yəni, bu hissə tamam. 9-dan 1 çıxıb 8, 8-dən 1 çıxıb 7. Onda 7-dən də biz 1 çıxıb alırıq ki, bura 6 olsun. Vəssalam. Ola bilər ki, bir də yəni onda qeyd edeyim ki, ola bilər bu hissə 1 artar, 2 artar. Yəni, şərt deyil ki, bu hissədə 1 artsın ya azalsın. Yəni, bura fərqli, aşağı ilə yuxarı hissə fərqli ola bilər. Amma əsas odur ki, ardıcıllığımız eyni olmalıdır da. Yəni, davamlı olaraq eyni getməlidir, ardıcıllıq pozulmamalıdır. Sonra 19 bunu yazdıq. Aha. 22-ni qeyd elədim. Sonra bəzi eyni sual tiplərini izah eləməyəcəm, müxtəlif olsun biraz. 31-dən 7, 31 də eyni sual tipidir. Baxaq 32-yə baxaq məsələn. Artıb azalma var yenə. 17-dən mən deməli 2 çıxsam 15, 15-dən 2 çıxsam 13, 2 çıxsam 11. Bura tam bu hissəsi tamam. 16-dan deməli 3 çıxsam 13, 13-dən 3 çıxsam deməli 3 çıxsam deməli ondan deməli 3 çıxsam deməli cavabımız nə olacaq? 7. Baxın görürsünüz bu hissə 1 2 2 azalıbdır. Bu hissə də 3 3 azalıbdır. Yəni şərt deyil ki, görə bu yuxarı hissə 2 2 azalıbsa, aşağı hissə də 2 2 azalmalıdır. Yəni bu şərt deyil. Amma ardıcıllıq pozulmamalıdır. Əgər 2 2 azalıbsa axıra qədər elə davam eləməlidir. 3 3 azalıbsa axıra qədər o cür davam etməlidir. Yəni ardıcıllığımız pozulmamalıdır. Sonra cavabımız oldu D bəndi. Yəni 3 3 azaldı da. Sonra baxaq məsələn fərqli sual tipinə. 39-cu suala baxmaq istəyirəm. 39-da sual biraz fərqlidir. Baxın, sonları verib əvvəlli soruşur bizdən. 72, 91, 12, 32, 52, 72. Burada 1/1 baxmaq bizim işimizə yaramayacaq. Çünki artıb azalma dedik ki, olanda 1/1 baxsaq olur, alınır. Amma baxın burada ədədlərimizi tərsinə yazsaq 27, 25, 23, 21, 19. Baxın, 19 üstünə demək 2 gəlsə 21, 21 üstünə 2 gəlsə 23, 2 gəlsə 21, 2 gəlsə 27.
19-dan mən 2 çıxsam neçə eləyəcək? 17 və tərsini yazsam neçə olacaq? 71. Yəni bu hissədə tərsi yazılırdı da ona görə. Sonra 39-u mən qeyd elədim 39-un həllini. Məsələn, fərqli sual tiplərinə baxaq. İndi 51-ə, 51 nömrəli suala baxaq. 51 nömrəli sualda görürsünüz ki, burada sual işarəsi verilməyibdir. Sual işarəsi verilməyib. Bu sual işarəsi verilməyibsə, bu ardıcıllığı pozan biz ədədə tapmalıyıq ki, hansı ardıcıllıq biz bu cərgəni pozubdur. İndi deməli, baxaq görək elə 3-ə, 4-ə, 5-ə vursaq nə edərik burada? Baxın, 51 nömrəli sualda 51, 52 elə 52-ci suala da baxaq bir dəqiqə. O da elə eyni tipdə. Deməli, 51-də 6-dan 12 bu artı azalma var. Burada deməli 6-nı mən 2-yə vursam 12 eləyəcək. 12-ni 2-yə vursam 24 eləməlidir. 24 eləməlidir. Sonra bunu 2-yə vursam alınmır. Yox, alınmır burada. Görə başqa nə var burada? 2-dən deməli 2-ni 3-ə vursaq 6. 3-ü 6-nı 3-ü deməli 4-ə vursaq 12. Deməli, baxın 2-ni 3-ə vursaq, bir dəqiqə 2-ni 3-ə vursaq 6. Sonra 6-nı 3-ə vursaq 4-ü 3-ə vursaq, 3-ü 4-ə vursaq deməli 12. Sonra 12. 12-ni 12-dən 5 çıxsaq 7. 4-ə vurub 5 çıxsaq, görək alınır cavabımız. 12-dən 5 çıxsaq, 12-dən 5 çıxsaq 7. 7 dəfə 4-ün 28. 5 çıxsaq 3. Yuxarıda qeyd edeyim mən bunu. Görək bizim ardıcıllığımız harada pozulub bizim. Deməli, 6-nı deməli mən 3-ə vursam, 6-nı deməli 3-ə vursaq, 2-ni 3-ə vursaq 6. 6-nı bax burada bölüb, 3-ü 4-ə vurub, çıxıb 5. 12-dən 5 çıxıb. 7-ni 4-ə vurub 28, çıxıb 5. Deməli, 4-ə vurub, 23-ü 4-ə vurub 92. 92. Baxın 4-ə vurub 5 çıxıb, 4-ə vurub 5 çıxıb. Burada deməli, 4-ə vurub 5 çıxıb. Burada bizim deməli ardıcıllığımızı pozan əslində qalsa, 4 dəfə 3-ün 12. 3 dəfə 4-ün 12. Burada əslində qalsa bizim ardıcıllığımızı pozan bu olmalıdır. Daha doğrusu 6 olmalıdır. 6. 6 deməli bizim ardıcıllığımızı pozur. Deməli, niyə görə pozur? İndi baxaq görə 4-5, 4-5. Çünki bu hissələrdə baxın 4-5 bu formada davam edir. Amma bu hissələrdə artıq ardıcıllıq pozulur. Pozulur deməli, onda bizim cavabımız A bəndi 6. 6-da deməli bizim ardıcıllığımız pozulacaq. Qalan hamısı da görürsünüz eyni olaraq davam edir. Bu hissədə sual işarəsi verilməyibsə, sual işarəsi yəni verilməyəndə səhvi biz tapmalıyıq. Səhvimiz də deməli 6. Çünki 6 ardıcıllığı pozur. Sonra baxaq, görək hansı fərqli sual tipləri var. Deməli, 50. Deməli, 54-ə baxaq. Baxın, rəqəmlərimiz birdən biri artıbdır. Birdən biri artıb. Görək niyə artıb. Necə artıb bu? 5-i mən 3-ə vursam 15 eləyir. 5 çıxsam 10 eləyir. 10-u 3-ə vursam 30. 5 çıxsam 25. 25-i 3-ə vursam 75. 5 çıxsam 70. Deməli, 5 çıxıb 3 vurub. 5 çıxıb 3 vurub, 5 çıxıb 3 vurub. Mən təzədən bir də 5 çıxmalıyam da. Cavabımız 0-dır cəbəndə. Deməli, daha doğrusu 5 yox. Yox, 5 yox. D bəndi. D yox. Daha doğrusu üzr istəyirəm. D də yox. Burada deməli cavab 5 çıxıb 5 vursaq. Deməli, yox, cavabımız bənd deyil.
Niyə görə? Daha cavab 10-dur. Çünki mən dedim ki, 5 çıxırıqsa, əgər 5 çıxırsa, ondan 5 çıxanda 5 eləyir, 5-i 3-ə vuranda 11. Amma mən 5-dən 5 çıxsam burada 0 eləyər. Ona görə yəni cavabımız D bəndi də deyil, bu C bəndi deyil, 10-dur. Mən 5 çıxan, mən ondan hansı ədəddən 5 çıxsam 5 eləyər. Cavabımız 5 alınır. Deməli, ondan B bəndindən çıxsam o cavabımız alınır. Sonra baxaq daha fərqli sual tipləri. Deməli, məsələn, 61-ə baxaq. 61-də deməli, 61-də bir ötürüb bir baxsaq görək nə alınır. Bir ötürüb bir baxaq. Aha, üstə 1 gəlir. 1-in üstə 1 gələndə 2 eləyir. 2-in üstə mən 1 gəlsəm 3, 3 üstünə 2 gəlsəm 5 eləyir. 61-də. Sonra baxaq görə belə alınmadı. Ardıcıllamız pozuldu. Belə alınmadı. Belə götürməyək. Onu da bu formada götürməyək. Və yaxud belə götürdüm. Amma o cür yox. İndi belə götürək. Bu cür götürək. İndi 1-in üstünə 4, 3 gəlsə 4, 4-ün üstünə 3 gəlsə 7, onda 7-nin də üstünə 3 gəlsə eləyəcək 10. Cavabımız C bəndi. Sonra baxın 63 nömrəli suala. Biri nəyə vursaq 5 eləyər. Yəni biri nəyə vursam mən 5 alaram. Biri mən 5-ə vursam elə 5 eləyər. 5-i 4-ə vuranda 20. 20-ni 3-ə vursaq 60. 5, 4, 3, 2. Aha, onda 1 olacaq. Bura mən 1-ə vurmalıyım. 120-ni də 1-ə vuranda elə 120 edir də cavab. A bəndi. Sonra baxaq görə daha fərqli sual tipləri varmı burada? 2, 4, 5 elə eyni qayda ilə 85-lə. Eyni qayda ilə davam eləyəcək. Baxın 84 nömrəli sualda da birdən bir artma var. Birdən bir artma varsa, deməli yenə də burada vurma əməli olmalıdır. İndi görək nəyisə vurub toplamalıyıq və yaxud da çıxmalıyıq. Mən 7-ni nəyə vursam və 7 dəfə 3-ün 21 üstə gəlsin 1, 22 eləyəcək. 22-ni 3-ə vursam 66 üstə gəl 1, 67. Aha. Deməli 3-ə vursam 201 üstə gəlsin 1, 202. Deməli onda 3-ə vurub üstə 1 gəlib. Mən onda bu x ədədi də bilmirəm. Mən x-i 3-ə vurub üstə 1 gəlsəm, mən cavabda 7 almalıyam da. X 3-ə vuranda 3 yıxız, 7-dən də 1 çıxanda 6 eləyir. 6-nı da 3-ə böləndə 2 eləyir. Deməli cavabımız D bəndidir. Həqiqətən də 2-ni gətirin yazın burada yerinə. 2-ni siz 3-ə vursanız 3 dəqiqin 6 üstə gəlsəz 1, 7 eləyir. Cavabımız yəni D bəndidir. Bu formada da yaza bilərsiniz. Məsələn, baxaq. Aha, 87-də yenə bir artıb azalma var. 87-də artıb azalma. Görək, burada nəyə görə artıb azalma var? Baxın, deməli, qəşəng sualdır. Baxın, rəqəmlərin cəminə baxın. 2 üstə 2 gəlir 4, 3 üstə 2 gəlir 5, 4 üstə 2 gəlir 6, 7 üstə 2 0, 7, 4 üstə 4, 8, 8 üstə 1, 9. Baxın, 4, 5, 6, 7, 8, 9 bu formada artıb, deməli, bu 10 olmalıdır. Rəqəm cəmi 10 olmalıdır. Yəni, variantda rəqəm cəmi 10 olan hansıdır? Bu 11-dir, 10-dur, 9-dur, bu da 15-dir. Deməli, 10 olan cavablar da B bəndidir. Vəssalam, bu qədər, izahımız bu qədər. Hamısı, yəni sual tipləri hamısı bir-biri ilə eyni tipdədir. Yəni, oxşarların izahını verdim sizə. Digər qalanlarını da özünüz işləyərsiniz.